nəzərlərində saxlasalar yaxşı olar. Bax, bu baxımdan yanaşır məsələyə. Robert Gani, öyrənmənin şərtləri nəzəriyyəsi. Deməli, Robert Gani araşdırma aparıb, Amerikalıdır. Aydın məsələdir ki, bizə gələn nəzəriyyələrin çoxsu Amerikadan gəlibdir. Psixologdur, təhsil psixologu. Və nəzərdə belə bir Bloom taksonomiyasını da qəbul eləyir. Yəni, Bloom kimi o da deyir ki, şagirdi şəxsiyyət kimi yetişdirmək üçün, öyrənməni təmin etmək üçün həm idrakini inkişaf elətdirmək lazımdır, həm affektiv sahəni inkişaf elətdirmək lazımdır, həm də psixomotor, yəni hərəki sahəni inkişaf elətdirmək lazımdır. Yəni, Bloom'un düşüncəsini təsdiqləyir bu öz növbəsində. Amma deyir ki, öyrənmə müəyyən şərtlərdə baş verir. O şərtlər ödənilərsə, öyrənmə effektiv olar. Və öyrənməni 9 addımda yekunlaşdırır. Şərtləri isə həm xarici, deməli, həm də deyirdi ki, o xarici amil təsir göstərir öyrənməyə, daxili amil də təsir göstərir. Daxili amil nədir? Yəni, şagirdin biliyi, idrakı, affektiv xüsusiyyəti, psixomotor xüsusiyyəti, yəni bunlar hamısı öyrənməyə təsir göstərir. Yəni, idraki da düzgün olmalıdır, emosiyalar da düzgün olmalıdır, psixomotor bacarıqlar da düzgün olmalıdır. Bu, daxili faktorlardır, şərtlərdir. Xarici şərtlər isə şagirdə kənardan olan, yəni ailə mühiti, təbii mühit deyirlər buna, ondan sonra sosial mühiti, məktəb mühiti, müəllim, şagird kollektivi, bunlar da öyrənməyə təsir göstərən amillərdir. Amma əsas bizə nə deyir? Deyir ki, öyrənmə 9 addımda daha effektiv olur. Yenə də deyirəm, bu sizi qorxuzmasın, 1-45 dəqiqə üçün nəzərdə tutulmayıb bu addımlar. Amma indi görəcəksiniz ki, addımları dedikcə adi dərsin addımlarıdır. Yəni, hansı ki, biz bunu həmişə demişik ki, geriyə planlamada bunlar olmalıdır. Sadəcə bu bir qədər genişləndiribdir, 9 addımda veribdir. Birinci addım nədir? Şagirdləri dərsə cəlb eləmək, yəni motivasiya. Bunu bilirik də, motivasiyanı hansı formalarda eləyə bilərik? Musiqidən istifadə eləyə bilərik, hekayə danışa bilərik, iş formalarından, qısa iş üsullarından daha doğrusu istifadə eləyə bilərik, crossworddan istifadə eləyə bilərik, şəxsi həyatımızdan bir təcrübə danışa bilərik. Əsas odur ki, təlim nəticəsinə maraq yaransın. Yəni, şagirdlərdə təlim nəticəsinə maraq yaratmaq üçün, dərsə maraq yaratmaq üçün düşündürücü suallar verə bilərik. Nə bilim, problemli bir situasiya qoya bilərik, əyani vəsaitlərdən istifadə eləyə bilərik. Bunun hamısı motivasiya ola bilər. Şəkillərdən, videolardan istifadə eləmək olar. Yəni, birinci mərhələ aydın məsələdir ki, bütün dərslərdə olmalıdır. Şagirdin diqqətini dərsə cəlb etmək. Bu testdə necə verilir? Düzgündürsə, bilin ki, Gani'nin adı ilə sizə düşməyəcək ki, bu Gani nəzəriyyəsidir. Sadəcə görəsiniz ki, cəlb etmə mərhələsi düzgündürsə, deməli, Gani nəzəriyyəsi reallaşıbdır. Yanlışdırsa, deməli, reallaşmır. Və yaxud da ki, görürsünüz ki, müəllim motivasiya eləyir, amma aşağıda sizə deyir ki, hansı mərhələdir bu? Burada cəlb eləməni vermir, tamam başqa bir mərhələ verir. Deməli, səhvdir. Cəlb etməni verirsə, deməli, motivasiya mərhələsini götürəsiniz. İndi onu test işləyəndə uyğunlaşdıracağıq. İkinci addım təlim nəticəsini şagirdlərə elan etməkdir. Bu da aydın məsələdir ki, təlim nəticəsi şagirdlərə elan edilməlidir. Amma geriyə planlamada nə deyirdik? Birinci təlim nəticəsi, sonra qiymətləndirmə meyarı, sonra keçirik öyrənmə fəaliyyətinə. Burada bir qədər yerlər dəyişir. İkincidə olur təlim nəticəsini elan etmək. Təlim nəticəsini elan etmək nə üçün vacibdir? Şagird sonda nə əldə etməli olduğunu əvvəlcədən bilsin. Şagirddə həm maraq yaransın, həm də şagird təlim nəticəsini anlayıb anlamadığını müəyyənləşdirsin. Biz də müəyyənləşdirək ki, şagird anlayıb yoxsa yox. Bu da öyrənmənin effektivliyini təmin edir. Üçüncü addım. Əvvəlki biliklərlə yeni bilikləri əlaqələndirmək. Buna əvvəlki bilikləri stimullaşdırmaq da deyirik. Daha doğrusu əvvəlki qazanılmış bilikləri əlaqələndirərək yeni bilikləri stimullaşdırmaq. Yəni, öyrənmə boşluqda baş vermir. Şagirdin mütləq ki, indiki öyrənəcəyi ilə bağlı əvvəlki bilikləri var. Əvvəlki bilikləri ona görə gedirik ki, yeni biliklərə stimul verək. Çünki əvvəlki biliklər aktivləşsin, ön plana çıxsın, şagirdin idraki fəallığı baş versin və yeni biliklərə stimul yaransın. Çünki yeni biliklər əvvəlki biliklərin üzərində qurulacaq zaten. Dördüncü mərhələ dərsin mövzusunu təqdim etməkdir. Burada mütləq diferensiallıq qorunmalıdır. Diferensiallaşma nə idi? Şagirdin marağı, şagirdin potensialı, şagirdin öyrənmə tərzi, hazırki vəziyyəti, yəni potensialı nəzərə alınırsa, bu diferensial yanaşmadır. Müəllim dərsin mövzusunu təqdim edərkən diferensial yanaşmanı qorumalıdır. Yəni, videodan da istifadə eləyə bilər, əyani nümayişdən də istifadə eləyə bilər, təqdim etmə zamanı, paylayıcı materiallardan da istifadə eləyə bilər, sonra iş üsullarından istifadə eləyərək təqdim etmə eləyə bilər, qrup işindən, cütlərlə işdən və s. Bu da dərsin mövzusunun təqdim edilməsidir. 5-ci mərhələ isə
Öyrənməni təmin edir artıq burada. Burada öyrənməni təmin edir. Burada hər şey var. Öyrənməni təmin etmək üçün şagirdə resurs vermək lazımdır, vermək lazımdır. Şagirdin ilişdiyi hansısa bir tapşırıqda şagirdə skafoldinq etmək lazımdır, etmək lazımdır. Fasilitasiya etmək lazımdır, bəli, etmək lazımdır. Yəni, şagirdin öyrənməsi üçün şagirdə dəstək olmaq. Həm resurs cəhətdən, həm belə deyək, çətinlik çəkdiyi məqamlarda aradan götürmək üçün skafoldinqli eləmək, araşdırmağa getmək üçün istiqamət vermək, informasiyanı nə dərəcədə, məsələn, mənimsəməsini təmin etmək üçün informasiyanı ümumiləşdirməyə dəstək olmaq, nəticəyə gəlməyə dəstək olmaq, hansı abreviaturalardan istifadə etmək. Abreviatura bilirsiniz də, məsələn, Bakı Dövlət Universitetinə nə deyirik? BDU deyirik, düzdür? Bu abreviaturadır. Yəni, uşağa, tarixdə biz çox istifadə edirik bunu. Tutaq ki, mən deyirəm ki, uşaqlar, BMW, məsələn, Moldavya, Valaxiya, Bessarabya. Bunu bir müqavilədə şagirdlərə deyirəm. Onda həmişə deyirəm ki, BMW-ni yadınızda saxlayın. Bu uşaqlar BMW sözü yadlarından çıxmır da, maşın markasıdır. Amma bunu biz özümüz icad eləmişik ki, şagirdlər yadlarında saxlasınlar. Bu nədir? Abreviaturadır. Yəni, öyrənməni təmin etmək üçün şagird, müəllim hər şeydən istifadə edə bilər. Qrafikdən, diaqramdan, hər şeydən istifadə edə bilər. Bu da oldu 5-ci mərhələ. Artıq öyrənmə bitdi. Bir dənə qaydaq mərhələləri başdan ayağa. Deməli, şagirdin diqqətini çəkdik. Təlim nəticəsini elan elədik, əvvəlki biliklərlə əlaqələndirdik, mövzunu təqdim elədik, öyrənməni təmin elədik. 5 mərhələdə öyrənmə bitdi. Amma biz öyrənməni həm də nə edəcəyik? Yerdə qalan 4 mərhələdə öyrənməni möhkəmləndirəcəyik. Necə möhkəmləndirəcəyik? 6-cı mərhələdə tətbiqə çevirəcəyik. Şagird öyrəndi, əla. İndi onu tətbiq eləməlidir. Bilik və bacarığı tətbiq eləmək üçün mütləqdir ki, şagirdə praktik bir tətbiq verək. Məsələn, rollu oyun verə bilərik, simulyasiya verə bilərik, praktik məşğələlər vermək olar, laboratoriya işləri vermək olar, təqdimat hazırlamaq vermək olar, məktəbin həyətyanı sahəsində praktik çalışma vermək olar. Yəni, bilik və bacarığı, əldə etdiyi biliyi artıq nə etməlidir? Tətbiqə çevirməlidir, praktikada tətbiq eləməlidir. Bu da oldu 6-cı mərhələ. 7-ci mərhələ əks əlaqədir. Əks əlaqə bir neçə cür ola bilər. Həm rəy vermə, ümumiyyətlə əks əlaqə rəy vermədir, amma bir neçə mərhələdə müəllim əks əlaqə qurmalıdır. Məsələn, qiymətləndirmə meyarlarının verilməsi belə əks əlaqədir. Qiymətləndirmə meyarı verirəmsə, deməli şagirdlə əks əlaqə qururam ki, ay uşaqlar, baxın, sonda bu meyarlara çatmalısınız. Bu meyarlarla qiymətləndiriləcəksiniz. Yəni, əks əlaqənin bir növü də elə qiymətləndirmə meyarının verilməsidir. Konstruktiv rəy vermək, istənilən mərhələdə öyrənmə fəaliyyətinə konstruktiv rəy vermək, şagirdin öyrənmə fəaliyyəti bitəndən sonra əldə etdiyi nəticəyə konstruktiv rəy vermək, uğurlarını vurğulamaq, çatışmayan cəhətlərini istiqamətləndirmək. Bunlar hamısı əks əlaqədir. Sonra tapşırıqların sonunda şagirdin təlim nəticəsinə çatıb-çatmadığını müəyyənləşdirmək üçün verilən rəy, bu da əks əlaqədir. Bu da oldu 7-ci mərhələ. 8-ci mərhələdə artıq refleksiya və qiymətləndirmədir. Təlim nəticəsinin adı belə gedir, təlim nəticəsinin reallaşdırma səviyyəsini müəyyənləşdirmək. Elə refleksiya ilə qiymətləndirmədir də bu, adından da bəllidir. Təlim nəticəsinin reallaşdırma səviyyəsini müəyyənləşdirirəm. Deməli, mən nə edirəm? Qiymətləndirirəm şagirdi. Refleksiya edirəm və qiymətləndirirəm. Burada hansı fəaliyyətlər ola bilər? Refleksiya, dediyim kimi, təlim məqsədi ilə şagirdin əldə etdiyi biliyi müqayisə etmək, elə bu da refleksiyadır. Sonra müxtəlif qiymətləndirmədən istifadə eləmək olar. Özünü qiymətləndirmədən də istifadə eləyə bilərəm. Müəllim qiymətləndirməsi də ola bilər, yoldaş qiymətləndirməsi də ola bilər. Yəni, təlim nəticəsinin reallaşma səviyyəsini müəyyənləşdirmək, refleksiya qiymətləndirmək ikisi bir yerdə gedir. 9-cu addım da var. Çünki nə dedik? Öyrənmənin şərtləri nəzəriyyəsində öyrənmənin 9 addımı öz əksini tapır. 9-cu addım artıq informasiyanı möhkəmləndirmək və bacarığa çevirməkdir. Burada yaradıcı tətbiq etmək olsa daha yaxşı olar. Yəni, layihə hazırlamaq, esse yazmaq, ümumiləşdirmələr aparmaq da olar, araşdırma əsaslı bir tapşırıq da ola bilər. Amma burada bir məqam var ki, bunu evə də verə bilərik. Görsəz ki, testdə evə veribdir, deməli, burada informasiyanı möhkəmləndirməkdən söhbət gedir. Testdə görsəz ki, müəllim bu tapşırığı evə verib, deməli, informasiyanı möhkəmləndirəcək və buradan tuturuq ki, evə verməkdir. Bir də ki, əsas açar sözlər. Burada tətbiqlə informasiyanı möhkəmləndirəndə müəllimlər ən çox burada ilişirlər. Tətbiqdə laboratoriya işləridir, yəni məktəbdə edilə biləcək işlərdir. Laboratoriya işləri, praktik məşğələlər, simulyasiya, rolla oyun, məktəbin həyətyanı sahəsində işləmək, təqdimat hazırlamaq. Bunlar tətbiqdir, 6-cı mərhələdir.
Amma informasiyanı möhkəmləndirmək və bacarığa çevirmək deyəndə isə layihə hazırlamaq, esse yazmaq, ümumi nəticələri ümumiləşdirmək, bilik və bacarığın tətbiqini belə deyək, reallaşdıran araşdırma işləri aparmaq, daha çox yaradıcı olması nəzərdə tutulur. Və evə verilməsi məqsədə uyğundur. Çünki vaxt qıtlığı məsələsi olur burada. Təkrarçılıq olsa bir də deyəcəm. Bu addımlar bir akademik dərs saatı üçün nəzərdə tutulmayıb. Sadəcə olaraq bu öyrənmənin 9 addımı o deməkdir ki, müəllim bu öyrənmənin 9 addımını da sürətli şəkildə, səriştəli müəllim 9 addımını da sürətli şəkildə yerinə yetirsə, effektiv öyrənmə baş verəcək. Vəssalam. Qanye nəzəriyyəsi bundan ibarətdir. Bir də Bloom'un taksonomiyasını təsdiqləyir. Deyir ki, şagirdin nə olmalıdır? İdraki bacarığı olmalıdır, affektiv bacarığı, yəni ünsiyyət bacarığı olmalıdır və psixomotor bacarığı, hərəki bacarığı da olmalıdır ki, öyrənmə effektiv olsun. Bir də öyrənmənin deyir 2 dənə amil təsir eləyir. Daxili amil, xarici amil. Daxili amil şagirdin özüdür. Öz daxilindəki biliyi, metakognitiv bacarığı, strategiyası. Xarici amil isə şagirdin mühitidir. Buna ailə mühiti də nəzərdə tutulur, məktəb mühiti də nəzərdə tutulur, sosial mühiti, yəni məhəllə mühiti də nəzərdə tutulur və s. Bunlar hamısı tamamlanarsa, bu 3 öyrənmənin addımları, öyrənmənin şərtləri, bir də Bloom taksonomiyası, üçü də tamamlanarsa nə baş verər? Effektiv öyrənmə baş verər. Vəssalam, nəzəriyyənin mahiyyəti bundan ibarətdir. Keçək testlərə. Nəzəriyyənin video şəklində YouTube-a yerləşdirəcəm. Oradan baxarsınız. Keçək testlərə. Gəlin bugün təlim modellərinin testlərini işləyək. Çünki təlim... Müəllimə bir sual vereyim. Bəli. Qiymətləndirmə çox geniş mövzudur. İmtahan qabağı təkrarlamaq üçün əsas hansı hissələrə diqqət edək sizcə? Qiymətləndirmə maraqlı sualdır. Qiymətləndirmə geniş mövzudur və lazımlı mövzudur. Elə ona görə sual 100% düşür. Bəli, 100% sual. Olaraq qısa bilirik də əsas hissələr hansıdır. Prosta qiymətləndirmə elə hər ən çox qiymətləndirmədə müəllimə, baxın, formativ qiymətləndirmədə ölçü söhbəti olmayacaq. Kəmiyyət söhbəti, rəqəm söhbəti olmayacaq. Formativ qiymətləndirmə şagird inkişafını izləmək üçündür. Şagirdə olduğu yerdən olmalı olduğu yerə aparmaq üçündür. Bax, buna diqqət eləyin. Summativ qiymətləndirmədə meyarlara diqqət eləyin. Yəni, summativ qiymətləndirmə deyirəm, formativ qiymətləndirmədə qiymətləndirmə meyarlarına bir də diqqət eləmək lazımdır. Bir də rəylərə. Bax, formativin əsas 4 tərkib hissəsi var. Bir meyarlardır, bir rəy vermədir, bir müşahidədir. Yəni, müəllim formativdə müşahidədən də istifadə eləyir də. Müşahidənin 2 forması var. Formal müşahidə, qeyri-formal müşahidə. Bir də qiymətləndirmənin üsullarıdır. Formativ qiymətləndirmədə özünü qiymətləndirmə də var. Yoldaş qiymətləndirməsi də var. Bir də müəllim qiymətləndirməsi də var. Bax, qiymətləndirmədə bunlara baxsanız daha yaxşı olar. Yəni, rubriklər düşər görəm. Mən görməmişəm xüsusi rubriklər düşsün. Rubriklər biraz dərin mövzudur. Rubriklərlə bağlı bəlkə bir dənə, sabah rubriklər üçün bəlkə bir dərs ayıraq. Elə ona görə dedim, yəni digər mövzular mənim elədir ki, qısaldılmış demişsiniz, videolarda var, baxa bilərik. Çünki qiymətləndirmə onsuz